Salam əziz həmvətənlərimiz, hər vaxtınız xeyir olsun, dəyərli leriklər. Artıq bir neçə gündür ki, biz lerikin inkişafına dəstək qrupu haqqında sizə məlumatlar veririk. Bu qrupun ona aid olan Facebook platformasında ümumən leriklərə bir məlumat xarakterli bu çəkilişlərimiz davam edir. Sadəcə də bu 7-ci çəkilişimizdir. Keçən çəkilişimizdə söz vermişdik ki, qrupun qərarları ki var, hansı layihələri qəbul edib, o layihələrin adları, onların icraatı haqqında ümumi məlumat qrupun Facebook platformasında paylaşarıq. Belə ki, əlahiddə bir daha doğrusu bir vətəndaşımızın fövqəladə bir vəziyyəti olduğu üçün mən hesab edirəm ki, biz növbəti səfərə həmin məlumatları saxlayaq. Belə ki, dünən bizim fəal üzvlərindən olan Eldos müəllim Ağaverdiyev həm də qrupun fəal üzvlərindəndir, eyni zamanda idarə heyətinin üzvüdür, funksionerlərindən biridir. Ona Lerik rayon Almı kənd sakinlərindən olan Hüseynov Asif Şahaboğlu tərəfindən bir müraciət daxil olub. Müraciətdə qeyd olunur ki, sadaladığım həmvətənimizin fərdi yaşayış evində yanğın olub. Ev tamamilə yanğın nəticəsində yararsız vəziyyətə düşüb. Bu barədə təcili olaraq bir WhatsApp qrupumuzda bir konferans oldu, hansı ki idarə heyətin və həmin vətəndaşımızın, həmin həmyerlimizin bu müşkülünü asan etmək üçün Lerikin inkişafına dəstək qrupunun ümumi WhatsApp qrupunda bir aksiya, bir kampaniya başlamışdır. Və təqribən dünən saat 19-11 radələrində, yəni 8 dekabrda bu kampaniya başladı və qısa bir müddət ərzində qrupun özündə bir rezonans doğurdu və sağ olsunlar dünəndən bu vaxta qədər təqribən bir sutqa ərzində bizim 70-dən çox fəal üzvümüz buna qoşularaq öz maddi dəstəklərini, öz dualarını o insan haqqında diləklərini elədilər və buna görə də mən o həmin insanlara minnətdarlığımı bildirirəm. Aksiya hələ də davam edir, hal-hazırda davam edir. Təqribən 3500 manatdan bir qədər yuxarı məbləğ toplanılıb. Həmin insanın evinin bərpası üçün tikinti materiallarına xərclənəcək. Mən burada qrupun xüsusi olaraq fəaliyyətini bir qədər bu məsələdə açıqlamaq istərdim. İstərdim ki, bu məsələdə qrupun əslində fəaliyyəti nədən ibarətdir və qrupun burada rolu nə oldu? Əlbəttə, bir il bundan qabaq bu qrup təsis olanda əsas hədəflərindən biri bu oldu ki, ümumi leriklərin dərdini bilmək, onların hansı ki, az təminatlı ailədir, müəyyən problemləri var, belə fövqəladə bir problem olanda onlara dəstək olmaq. Bir məqsəddə, bir məramı da bu idi. Və bu baxımından mən hesab edirəm ki, bugün bizim vətəndaşlarımız bütünlüklə bir, belə deyək də, bir birlik nümayiş etdirdilər və əlbəttə bizim səsimiz, bizim sorağımız hələ hər yerə çatmır. Siz təsəvvür edin ki, bu fəaliyyət sahəmiz dünyada olan yaşayan hər bir həmvətənimizə çatsaydı, sözsüz ki, onlar da öz yardımlarını göstərərdilər. Bu sahədə nə qədər insan xəbərdar oldu, o qədər təsəvvür edin ki, bu insana yardım oldu. İndi bu əgər daha böyük əhatəni
daha böyük dairəni əhatə etsəydi, o yardımların sayı bəlkə yüzlərlə, onlarla yox, yüzlərlə olardı. Ona görə də hesab edirəm ki, bizim fəaliyyətimiz daha da qabarıq olmalıdır, daha da geniş formalı olmalıdır ki, belə vətəndaşlığımız, xüsusən də o vətəndaşlar ki, onlar az təminatlı vətəndaşlardır. Onlara qoy yardım olunsun, şamil olunsun bu yardımlar ki, o insanlar fayda görə bilsinlər və öz müşkillərini asan eləyə bilsinlər. Əziz həmvətənlər, burada xüsusi olaraq bir şey mən vurğulamaq istərdim ki, bugün bütün dünyada, dünyanın ən böyük sosioloqların bir gəldiyi bir məqam var ki, deyirlər ki, dünyanı yalnız bir-birinə yardımlaşmaq azad edər. Və o cəmiyyətlər qalib gəliblər ki, o cəmiyyətlər üstünlüyü əldə ediblər ki, onlar birlik nümayiş etdirirlər. Öz əlində olan fərqi yoxdur, bu azdır, çoxdur, bu kriteriya deyil. Nə isə digər cəmiyyətin üzvlərinə paylaşmaq istəyirlər, yardımlaşmaq istəyirlər. Dünəndən bugünə bir xüsusi olaraq bir şey vurğulamaq istərdim ki, insanlar burada iki cəhətdə çox üstün bir, belə deyək də, bir adət-ənənəni, hansı ki bizim əvvəlimizdə, bizim kökümüzdə var idi. Bizim insanların ata-babalarından olan miras qalıb bu möhtəşəm adət-ənənələr, yardımlaşmaq və bu yardımı kiməsə etibar etmək. O insanlara etibar edirlər ki, insanlar, onlar dəqiq bilirlər ki, bu dəqiq ünvana çatır. Bu çox gözəl nümunədir. Allah bu nümunəni bizim üçün davamlı eləsin. Bu bizim ata-babalarımızdan qalan bizə yadigardır. Bu bizim ata-babalarımızdan qalan bizə bir ənənədir ki, dünənki hadisədən bugünə qədər bu məsələdə bizim həmvətənlərimiz bir oldular. Əziz həmvətənlər, hal-hazırda bu kampaniya davam edir. Siz də qoşula bilərsiniz. Yəni qoşulmaq istəyənlər təbii ki, kommentariyada öz fikirlərini yazıb biz onlara yol göstərə bilərik ki, hansı vasitələrlə bu həmvətənimizə, bu məsələdə, bu fövqəladə məsələdə əziyyət çəkən bu həmvətənimizin müşkülünün asan olmasına yardımcı ola bilərsiniz. Yenə də əlavə olaraq sizdən ricam odur ki, bu çəkilişlərimizin daha çox insanlarımıza, daha çox həmvətənlərimizə çatması üçün rəy yazın, Lerikin İnkişafının dəstək qrupuna abunə olun ki, bu məsələlərdən agah və hali olasınız. Allah sizi qorusun, Allah birliyimizi qorusun.